Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər. 10 yaşlardan ibarət Respublika çempionatı və turun mərkəzi görüşlərindən birində bir yerdə, hansı ki bu komandalar A qrupunda yer alır. Bəhs edim ki, hansı komandalarlarda Ulduz və Dinamo Laçın komandaları üz-üzədir. Ulduz komandasıdır. Maraqlı bir mübarizə bizi gözləyir, maraqlı bir qarşılaşmana şahid olacaq meydanın sol tərəfdə. Ulduz komandasının sağ tərəfdə isə Dinamo Laçın komandasını görürük. Ümid ki, maraqlı məhsuldar oyunun şahidi olacaq. Oyun da məhsul yüksək templə başladıdır ki, bu maraqlı oyuna müjdədir. Canan, arxaya, gəzir səni. Yəni, görüşdə tilsimdən zaman qırılacaq qapının kildini kim açacaq? Üstəlik qazanan top. Rəsim Rəfiyev, Cina doğru ötürməyə, Rəvan Əmidzadə. Arda İsmailov mərkəzə doğru ötürmə. Bravo İşit, bravo. Hər alıyla. Bas oynayırıq. Rəvan komandalaşlarına baxır, qapqarşı ötürmək istəyib. Əcəlizadə. Yerləniz. Hacızadə Məmmədəli orada hərəkətlənmişdi. Malatet, bizdə. Bizim. Out. Ulduzun bir daha xatırladaq. 10 liqasıdır bu qarşılaşmada. Ulduz və Dinamo Laçın komandaları üzrədə qarşılaşmada. Hələ ki qolsuz bərabərlik var. Kapitan indi altdan top oyuna daxil etməlidir. Bilal ötürməsi. Birdə, Novruz. Birdə burada qapı. Öndürə bilərdin orada. Yox, la qapını yox. Olmazsa bu. Cina doğru ötürmə. Arda İsmailov bir alda zəmlə rəqibinə yaymaq istəyib. Revan. Üstəlik qazandırdı Məhməd Əli. Zadə hərəkətlənmişdi, onun qarşısı kəsildi. Başını yəyirsən, ha? Üstünə çıxarsan, ha? Arda İsmailov. Top meydan tərk etməyib, davam etmək lazımdır Revan. Buna bax, bu başını yəyirlər. Yox, qırmızılar, narıncılar, Arda başlar. Artıq üzün yerinə yetilmədiyi üçün məhz rəqib komanda top oyuna daxil etməlidir. Ver onlara. Əmirə, topu getir başla. Təkdən, tək. Əmirə, tək. Əmirə, eşidirsən bizi? Təkdən baş, təkdən. Sən Əmirə deyil, sən bala. Götür başla demirəm. Ulduz komandası top oyuna daxil etməlidir. Təkdən arxada başla. Qabağa başla. Yapma. Arda. Hara getsən? Gəl də. Söz vermiş. Gəl, qabağa. Yaxın oynayın oyuncuya. Doğru sən. Hadisadə top Arda üçün buraxdı. Arda düzgün yerinə yetirilmir. Oyuncuya başla. Bir qədər dəqiqələrdə kör tabi əmlələr izlədik. Yusuf Qasımlı rəqibini qabaqlamışdı. Məhməd Əli təzyiq edirdi. Cina doğru kapitan. Yusuf Rüstəmov. Kapitan altı yerinə yetirməlidir. Rüstəmov. Nımalıdır, zənimizi geri ötürmə vermək olar. Bir göz gəzdirdi. Qarşılaşmada hələ ki qolsuz bərabərlik var. Ulduz və Dinamo Laçın oyununda hələ ki hesab açılmayıb. Yusuf Rüstəmov Cina doğru ötürmə referi bildir ki, artıq top meydanını tərk etmişdi. Out Dinamonun. Yusuf Qasımlı 2 nəfərin arasında topu çıxardı. Zərbə çəkdi. Son anda qapçı. Kifayət qədər təhlükəli həmlə idi. Hesab açmağa çox yaxınlaşır Ulduz komandası Yusufun ifadəsində. Korner. Standart vəziyyət. Cərmə meydasında dəvərdə də kifayət qədər oyunçu var Ulduz adına. Qapı qarşısına asma mı, yoxsa bir ev tapşırığım olacaq? Ötürmək istəyi başla zərbə. Revan idi. Ucabay oyuncudur. Mövqelər müdafiədə çıxışır edir, amma standart vəziyyət zamanı biz onu onda görə bilirik. Ekranlarımızı bəyənək, zəhmət olmasa bəyənək, paylaşaq. Maksimum dərəcədə bu gənclərimiz daha çox kütlə qarşısına çıxsın, daha çox şəxsi izləsin deyə. Belə həftənin yalnız bazar günləri. Emre Şirinli.
Koçisi. Şimal. Yusuf Rüstəmov kapitan rəqibin üzərinə şığır, sökür alır topu. Qarşılıq top etkisizlədi. Sol cinahə doğru. Ulduzun əksəmləsi. Mərkəzə doğru ötürmə müdaxilə var idi. Yusuf Qasımlı ötürməsi. Məhəmməd Əli alınmadı. Yusuf Rüstəmov. Yusuf uzaq məsafədən endirilən zərbə qapısı kəmlədi. Top özünü də saxlamağı bacarır. Qarşılaşmada artıq təxmin olaraq 6 dəqiqəni geridə qoyuruq və hələ ki, qol yoxdur. Yusuf Qasımlı bir qədər ayaq saxladı. Fake atdı orada rəqibinə. Yusuf Rüstəmov. Rəvan. Rasim Rəfiyev. Topuz oyunçuma yaxın oyna. Top oyundadır. Rəvan. Rəfiyev. Məhəmməd Əliyə doğru ötürməkdir bu. Yusuf Qasımlı. Ömer. Ramir. Kapacı. Yaban var. Şirinli. Arda İsmailov pressing edir. Ver ortaya. Yusuf təzyiqə qatıldı Rəvan. Ömer. Evdə silə rəqibini qarşısını kəsib. Rəvan. Qafədə güvən verir. Özü. Rəvan. 8 dakika gol yedi. Hala bir de ver ona. Əsli Məhsidin tapşırığını eşidirik ki, Rəvana zərbə indirmək lazım idi deyə bildirdi. Vəziyyətmələr başlayan zaman bununla nəzərinizə çatdıracağam. Hələ ki, start heyətlə komandaların mübarizəni davam etdirir. Qarşılaşmada və qolsuz bərabərlik var arada. Yusuf Qasımlı. Laçın Əmrəl topu qazanmışdı ən geriyə, qapısı ilə oynadı. Məhəmməd Əli pressing edirdi. Yusuf Rüstəmov, Yusuf Qasımlı. Rüstəmov. Zina doğru, təzyiq var idi orada. Rasim Rəfiyev qapısını tərk etdi, ön istiqamətə qarşıladı və keçid vermir. Qarşılıqlı mübarizə izləyirik. Kənan Babazadədir bu, bir qədər ayaq saxladı. Yusif. Ekranlarımızı bəyənək zəhmət olmasa. Bəyənmirsiniz, bəyənək paylaşaq ki, yayım özünə gəlsin, daha çox kütlə qarşısına çıxsın. Şimal. Bəylə Raşad adlarınızı görürəm, sizlər ayrıca minnətdarım. Bizim istəyimiz məhz oyunun budur ki, bu gənclərimiz daha çox kütlə qarşısına çıxsın, daha çox şəxs izləsin. Belə oyunları bir daha xatırladıram. FC Bazada Judo Federasiyasında 10 yaşlardan ibarət Respublika çempionatı Ulduz və Laçın komandaları üzərib. Hələ ki, qarşılaşmada tilsim qırılıb. Hər iki komandanın həmləsi cəhdi olsa da var. Rasim Rəfiyev. Alamadı. Cinahda Arda özünü göstərdi Rəfiyev. Bir kimi ötürmə verəcək. Ancada Məhəmməd Əli. Məhəmməd Əli. Yaxşı çöndü Məhəmməd Əli topa irələdi. Daha bir aldal cəmlə. Müdafiəçilər onun qarşısını kəsmişlər. Arda İsmailov. Bir de çevir. Rəvan. Yine kritik yerində bir müdaxilə. Yusuf Rüstəmov. Kənan Babazadə. Topu meydanda saxladı. Yusuf Qasımlı geri ötürmə. Rəvan. Cinah doğru ötürmə vermiyorlar. Rəvan. Bir qədər gözlədir ötürməsi Yusuf Qasımlı. Arda İsmailov. Arda bir aldacı cəhət. Pas ver. Nezaret aldı. Gitme. Oyuncu var burada gitme. 100 bin verirsən. FC Bazadayıq. İnqilabdayıq Judo Federasiyasında 10 liqası 10 yaşlardan ibarət Respublika çempionatı Ulduz və Dinamo Laçın komandaları üzrədir. Qarşılaşmada hələ ki qolsuz bərabərlik var. Rəvanın burada mübarizəsinin şahidi olduğu arada Yusuf Qasımlı idi, var da İsmailov. Pas oyna. Təhlükəli gəldi. Laçın kollektivi zərbə çəkdi. Arda. Hər şey yaxşı qurtardı Ulduz adına. Şimal. Ulduz adına oyuncular meydan kənarında isim hərəkətlər edir. Bir neçə dəqiqə sonra məhz əvəz etmələrinə şahid ola bilərik. Dəyişikliklər baş tuta bilər. Orada Zadə, Məhəmməd Əli bir rəqiblərinə keçdi. Daha bir rəqibinə yayma bacardı qapı qarşısına. Məhəmməd Əli pas.
Bir qədər xəsis davrandı desəm, yəqin ki, yerində olar. Ötürmə də vermək olardı. Yusuf Qasımlı, Məhəmməd Əli, ona zərbə imkan vermədi. Kənan Babazadə sol ayaqla zərbə. Sənə kim alınmır? İşəli qazanan top. Rəvan, keçilməz səddir. Arda İsmailov. Rəvan Əmidzadə mərkəzə doğru ötürmə Yusuf. Arda. Bir-birlərinə başa düşmədilər. Ötürmə gerisində qaldı. Zərbə imkan vermək olmaz. Yusuf Rüstəmov var ötürməsi. Çox yaxşı alınır. Məhəmməd Əli sürətlə irələdi. Sonluda müdaxilə və korner. Beşimiz geldi. Sami gel. Məmmədov meydanı tərk edir. Qapıdan zərbə və bu arada əvəz etmələr baş tutur. Demək olar ki, tam heyət əvəzlərdir. Yalnız Rəvandan savayı indi əvəz etmələri nəzərimizə satırız. Amma hansı ki, qapıda artıq biz Balaoğlanov Nicatı görürük. Müdafiədə Rəvanla birgə. Abdullah Əhmədov mübarizə aparacaq. Mərkəzdə Ali Mahmudov. Hücumda biz Osman Hüseynovu görürük. Daha bir oyuncu var. Bu da Cahangir Cəfərlidə görə bu əvəz etmələrin komandaya nə cür faydası olacaq? Hesabda bir dəyişiklik olacaqmı? Qarşılaşmada isə artıq 12 dəqiqəni gerdə qoyuruq. Arkada kimdir Abdullah? Hələ ki, qapının kilidi açılmayıb. Qapı qarşısına ötürmə. Zərbə imkan verilmədi. Abdullah Əhmədov özü zərbə indirmişdi. Totçaldan yatorlar sirkəli çərçivəyə düşmək mümkün olmadı. Yəni ötürmə. Cahangir Cəfərli. Onun ifasında daha bir cəhət Ulduz adına. Hüseyli qazanan top Abdullah Əhmədov. Çox kritik yerində bir müdaxilə. Cahangir mərkəzə doğru Ali Mahmudov. Daha doğrusu bu Osman idi, səhvimi düzəldim. Osman. Oyuna sürətli qatılıb Osman. Zərbə! Cahangir Cəfərli. Götüren kapıya vurmak istiyor. Pas oynuyor. Yanlışlar sizden. Eliyə. Rəvan. Cahangir. Osman. Bir rəqibdən yayında aldadıcı cəhət Osman. Çox təhlükəli. Rəvan. Ali Mahmudov. Osmanlı oynadı. Tərs toxunuş. Tərs bir müdaxilə vardı və korner. Ekranları niyə bəyənmirsiniz? Bəyənək də zəhmət olmasa, bəyənək paylaşaq. Siz ekran bəyənin ki, mən də sizin suallarınızı cavablandırım. Bir daha qeyd edirəm. Erişko nazar. Süt nazar Erişko. 10 yaşlardan ibarət Respublika çempionatı Ulduz və Ədirəm Laçın komandaları üzrə qarşılaşmada hələ ki, qolsuz bərabərlik var. Osman ötürmək hissəyə alınmır. Cina doğru Cahangir Cəfərli. Düzdür. Pas oynuyor. Oyna da bala, kömüğüyle de komanda. Minnətdaram bəylə, aşağıda darızı görürəm. Qarşılaşmada artıq 15-ci dəqiqə oynanılır. İkisi də son 10 dəqiqə. Abdullah geniş. Geniş Abdullah geniş. Geniş. Nizat Balaoğlanov. Git yakın ona. Görsen yine sen. Çevir. İsmail sen git babacığım. Yoğurdu götür. Ben sonra niye sormuşsa? Ali Mahmudov. Ali topla irələdi. Ötürmə Osman. Abdullah Əhmədov. Qardaş.
Lisenziyan var. Müəllim. Aferin. Doğru tarafta bakışın. Hadi. Ver getdi ona. Abdullah Cina doğru, Cahangir Cəfərli, Hadi söyle. Osman Hüseynov. Gelsene. Çık söyle. Ha Yunus pas. Qapı qarşısına ötürmək istəyək, qapısı müdaxiləsi vardı. Təkrar əmlə, qol küpür. Elizodə. Orada vermələrdə qapısı toxulma saxlama bazarda. Daha bir cəhd, ötürmə zərbə və gol! Axır ki, gözlənilən, axtarılan qol gəldi. Abdullah Əmədovun qapı qarşısına ötürməsində Cahangir Cəfərli fəkləməyi bacarır. 1-0 qapının kilidi açıldı, tilsim qırıldı. Ulduz 1, Dinamo Laçın 0. Ali, Abdullah Əmədov. Qabısı bu Yunus Əliyev idi. Məsələ məhsullar ötürmədə ondan gəlmişdi, səhvimi düzəldim. Komandanın 7 nömrəli oyunçu Yunus Əliyev. Bütün görüşlərdə demək olar ki, məhsuldar ötürməli yadda qalma bacarır. Məsələ tilsim qırılmasında da Yunus pay sahibi oldu. Abdullah, verməksə Abdullah. Bəsiylə sözlü gedən oyuncu. Duran top şansını yerinə yetirəcək. Yunus ötürməyə Abdullah Əmədov. Alacaq. Kışkırdım vurmadın onu. Kışkırdım sen vurmadın. Uzun şansı. Revan. Olmadı. Meydan terk edir. Vurmayanı vururlar da. Başka bir top vurabilirsin. Kesmişsen kürsünü burada ha. Mesela ne istirsiniz diyorsan? Alt ulduzundur. Yunus, Abdullah Əmədov. Eyni zaten yine Yunus'la oynadı. Yunus göz gəzirdi mərkəzə doğru Ali Mahmudov. Edən Yunus'la oynadı. Gözəl ötürmələrlə top müdafiədən çıxardılar. Yunus ötürməsi. O sefer ünvana çatmadı Abdullah. Tələsmir. Həmin nöqtəyə. Osman Hüseynov. Xıdır minimal sabdır. Yunus Əliyev. Wenger yenə iş başındadır. Ötürməsi. Hayır. Müdaxilə var idi Ali Mahmudov. Cina doğru. Cahangir Cəfərli meydandakı yeganə qolun sahibi. Revan. Cahangir. Allah. Osman! Çok klas. Bir hərəkət izlədik. Onun ifasında sadə bir toxunuş. Şəraf. Osman Hüseynov topla toru qovuşdurur. Alişka. Ömer, geçen yerimde. 2-0 oldu. 2 cavabsız gol. Biraz mı idare tуда? Чуть-чуть покатай. Şəraf futbolçu olduğunu demişdim. Ulduz 2. Yamalatsın 0. Daha neçə gol izləyəcək. Ulduzun ifasında Balıqlanov Nicat. Ayso. İkisi. Cahangir bir gol bir məhsullar ötürmədə yerdə qalıb. Revan. Geçmesin. Güzel. Allah. Revan topladı. Ali Mahmudov. Osman. Yüzdü. Bir an ötürməsi yaxşı alındı. Osman Hüseynov. Osman səmti dəyişdi. Zərbə və gol! Ali Mahmudov topu. Gördün ama. 109'a yolladı topu. Oynamsız gelmeyin ne bala buna. Alişka. Futbol budur bak futbol. Это futbol. Son 3 qarşılaşmadır ki, Ali Mahmudov fərqləməyi bacarır. Dəli üçün mən şərh etmişəm, xatırlayıram. Sonra göndərir 3 cavabsız gol. 3-0 oldu. Tam sana geçse. Hadi geçsene. Uzun şans. Yunus Əliyev daha bir əmlə. Yunus! Bravo. Olar Kifayət yaxşı. qədər təhlükə öləmlə idi. Hər ikisi intizarda saxladı, amma nəticə hasil olmur. Çıksana Rotto. Dinamo Laçın məşqçi əsəblərini cavablaya bilmir. Hücumsuzdan bası verip kaçırsan ne sen? Ummayın mı? Benzinta koy. Bunun xeyri də yox. Ha, Perviz yola vermiyorlar. Osman. Cahangir at rautu. Oyuncu tut. Bana bak. Tamam yoklayabilirsin. Başla. Revan. Uzun şansı. Bravo. Tak ele. Alacak. Yunus. Nədə? Rəqibi müdafiədən çıxarmaq istəmir. Ulduz oyunçuları Osman Hüseynov.
dublunu rəsmiləşdirdi. Elə oynamaq lazımdır. Osman fərqlənməyə davam edir. 4-0 Tilsimin qırıldığı Hüseynov. andan sonra məhz qeyd etmişdim ki, Gol. qapının kilidinin açılması digər qollara müjdə ola bilər. Və elə də oldu. 4-0. İlk hissədə təxmin olaraq son 4 dəqiqə 4 cavabsız qolun şahid olmuşuq. Osman bir ara ötürməsi alınmır. Abdullah Əhmədov rəqibini qabaqladı. Abdullah. İsmail. Osman, Rəvana bax. Osman Hüseynov. Ver Rəvana. Gövdəsi ilə rəqibini qarşısını kəsir. Rəvan Əmidzadə. Rəva. Sinan dəyişmək olar. Yaxşı Rəva. Bir ara ötürməsi möhtəşəmdir Osman Hüseynov. Fikirlərimi bildirmək istəyirəm. Qapçı var. Rəvan. Bravo. Osman Hüseynov. Top keçir, özüm şanslı. Osman ötürməsi Yunis. Çox təhlükəlidir. Zərbə imkan verilmədi Yunis. Məmmədov. Ne qazanır. Məmmədov. İstəmir amma. Stil deyəsən. Əriman. Ağazadə. Osman. Abdullah. Rəvan. Düzdür. Cahangir. Rəvan, Cahangir. Rəvan Əmidzadə rəqibinə yayındı. Çıxarkən nədənsə. Osman. Sen hele yerini düzeltmişti kalmıştı. Yunis. Sen kapağı. Sual. Rəfədilişi top meydanı tərk etmişdi və korner olmalıdır. Allah. Bas oynadı ha. Köşdən zərbə. Solsa. Yunus başlar qabaydı. Abdullah. Rəvan tələsmə. Elə içəri, Abdullah tutdu sən, evi yox. Abdullah gəl mənə. Mənə tərəf. Qapı qarşısını ötürmək istəyib. O çıxsın Cəqə, o çıxsın. Götür başla. Abdullah var, Rəvan var. Əlçikə var. Ali Mahmudov. Bəni paslayır. Ali. Əmrəl. Cahangir. Hazır deyilsən ha. Hesab 4-0'da bir daha xatırladım. Hesabı Cahangir zəfərli açmışdı. Daha sonra biz Osman Hüseynovdan gol izlədik. Ali Mahmudov 3-cü golun müəllifi, Osman isə 4-cü gol ilə Kamalısın 4-cü özünün 2-ci goluna imza atmışdı. Dubl etdi. 4-0 Yunis Əliyev. Yunis bir ara ötürməsi. Yunus Rəvan. Osman Hüseynov. Osman. Tirdiyi topu yenidən qazanmaq istəyirdi. İsmail. Əlvini uzatsan. Çıxardacam hiç səni söyləyim, baxarsan. Deyəsən kesin o dərsi olmayıb sən. Cahangir, Osman. Elə Cahangir, elə. Divar pası idi bu. Cahangir Cəfərli. Orada. Küşdən zərbə. Cahangir, tələsmə. Get səni. Qapı qarşısına ötürmə başla zərbə Rəvandan alınmır. Rəvan, burada oyuncu varsa, buradan istəməyə ehtiyac yoxdur, oraya gir, yaxşı. İkisi də son dəqiqə yarım. Elias Seyfəzadə. Qapçı var, geniş. Rəvan geniş. Baloğlu Nicat onun üçün bir qədər rahat keçən mübarizədir. Gəlmək, malacaq. Bugün kadrlarda onu çox da görmürük. Osman, Yunis, Təhlükəlidir. qapı qarşısına ötürmə. Seyfəzadə. Yerəni. Yunus, pası bərk ver, bərk. Rəvana bax, Rəvana. Bilməz bizə gəlmişdi. Osman gel. Osman qabağın boşdur. Rəvan, Tələsmə, Abdullah. Gəl. Abdullah Əhmədov, Mərkəz Zalim götürmək istəyirdi. Cinahda Osman üçün təklif edir. Cahangirdən bəyə qatırıldı. Ali Mahmudov yerlə zərbə. Şimdi sağdına. İşte verdi aldı. Şimdi. Şimov. Abdullah şıraf eləmə. Düzdür. Şimov. Rəvan, özür Rəvan, sürətlə. Rəvan sürət hesabla rəqibini aldatdı. Əmrəl qarşıladı rəqibini. Və Baloğlanov Nicat. Yunus'a var Nicat. Nicat yerindədir. Elə zərbələri asanlıqla dəf etmək bacarır. Onun üçün çox da çətin olmadı zənimcə Rəvan. Təzyiq var. Son saniyələrdir. İkisi də son cəhdlər, son epizodlar. Gözlər referdə görə iki hissəni nə zaman bitirəcək. Cahangir.
Biz de bura. Gel göster, gel göster. Hakkas. Osman. Eşkeğe bak. Eşkeğe bak. Yerdə ala qayıdırsan sən. Mərkəzə doğru ötürmə Ali Mahmudov. Ali aldı cəmlələr, yıxıldı, durdu mübarizəsinə davam edir. Eşke. Və bu iki hissənin son epizodu son cəhd oldu. Referi iki hissəni bitirir. Fasiləyə Ulduz komandası 4-0 hesablı öndə yollanır. Rəqib Dinamo Laçın öndə heç yer ayrılmırıq. Fasilədən sonra yenidən bir yerdəyik. Biraz başarılı.